Salam əziz şagirdlər, bugün biz idi, imiş, isə hissəciklərindən danışaq. İdi, imiş, isə hissəcikləri feillərə artırılır və digər nitq hissələrinə artırılır. Digər nitq hissələrinə artırıldıqda heç bir problem olmur. Yəni, məsələn, uşaq idi sözün yazaq. Uşaq idi. Biz bunu uşaqdı da deyə bilirik. Uşaqdı. Uşaqdı. Demək, uşaq idi, uşaqdı. Deməli, idi, imiş isə hissəcikləri dedik ki, feillərin sonuna artırılır və digər nitq hissələrinə, isim, sifət, say, əvəzlik, digər əsas nitq hissələrinə artırılır. İdi, imiş isə hissəciklərinin şəkilçi forması var. D-di, du-du, idinin şəkilçi formasıdır. Mış-mış, moş-muş, imişin, sasə, isənin. Biz burada feilləri artırdıqda bu hissəcikləri biz keçmiş zaman şəkilçisi ilə, yəni şuidi keçmiş zamanla, nəqli keçmiş zamanla necə ayırd edə bilərik və yaxud feilin şərt şəkli ilə necə ayırd edə bilərik ki, bu hissəcikdir, yoxsa feilin şərt şəklidir. Məsələn, belə bir söz yazaq. Yazıram ki, gətirmişdirsə, gətirmişdir. Gətirmişdir. Gətirmişdirsə, belə bir söz olsun. Sözün kökü gətirməkdir. Mış keçmiş zaman şəkilçisidir. Dir şəxs xəbərlikdir. Sə nədir burada? Şərt şəkildir, yoxsa isənin şəkilçisidir? Biz bilirik ki, feilin şərt şəklində feilin kökü idi, plus sasə şəkilçisi idi. Yəni, feilin şərt şəklinin xüsusi şəkilçisi sasə, plus şəxs xəbər şəkilçisi. Məsələn, alsalar. Alsalar. Bu olur feilin şərt şəklində işlənmiş bir söz. Gətirmişdirsə, bu sözə baxdıqda biz görürük ki, feilin kökündən sonra zaman şəkilçisi gəlir, sonra şəxs xəbərli şəkilçisi gəlir və isənin sasə şəkili, deməli, şəkilçisi gəlir. Demək, biz bu hissəcikləri harada axtarmalıyıq? Demək, zaman şəkilçilərindən sonra. Bu hissəciklər şəxs xəbərli şəkilçisindən əvvəl də gələ bilər, sonra da gələ bilər. Burada bir problem yoxdur. Və biz onu bilməliyik ki, bir feildə heç vaxt 2 dənə zaman şəkilçisi iştirak edə bilməz. Məsələn, almışdılar. 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 Bu sözə baxaq. Sözün kökü almaq feilidir. Mış keçmiş zaman şəkilçisidir, nəqli keçmiş zamandır. D idi hissəciyidir. Çünki bir sözdə, bir feildə 2 zaman şəkilçisi iştirak edə bilməz. Almış idilər. Yəni, onlar almışdılar. Lar da şəxs xəbərli şəkilçisidir. Dedik ki, biz idi, imiş isə hissəciklərinin şəkilçisini harada axtarırıq? Zaman şəkilçilərindən sonra. Birbaşa feilin kökünə və ya başlanğıc formasına idi, imiş isə hissəciklərinin şəkilçisi forması artırıla bilməz. Və şərt şəklini şudi keçmiş zamanı, nəqli keçmiş zamanı necə ayırd etdik? Sözün kökünə və ya başlanğıc formasına zaman şəkilçiləri artırılır. Daha sonra idi, imiş isə hissəciklərinin şəkilçiləri artırılır. Və bu, biz bilirik ki, feilin şəkillərinin də şəkilçiləri 2 dəfə iştirak edə bilməz. Feilin şəkillərinin də özünün xüsusi şəkilçisi var. Demək, əmr şəklindən başqa. Və hansı şəkillərdir ki, idi, imiş isə hissəcikləri o şəkillərdə iştirak etmir. Deməli, xəbər şəklinə baxaq. Xəbər şəkli. Xəbər şəklində necə idi? Feilin xəbər şəklinin
deməli feilin kökü idi. Plus zaman şəkilçiləri idi, zaman şəkilçiləri. Plus şəxs xəbərli şəkilçiləri. Və burada zaman şəkilçiləri, indiki zaman şəkilçisi, keçmiş zaman şəkilçisi, keçmiş zaman şəkilçisi şuhudi keçmiş zaman, d, duydu, nəqli keçmiş zaman mış, mış, muş, muş, ıb. İndi burada idi, imişin şəkilçi forması da d-dı, mışdı. Biz onu necə ayırt edirik? Əlbəttə ki, hissəcik zaman şəkilçisindən sonra işlənməlidir. Və burada da feilin xəbər şəklində idi, imiş iştirak etmir. Deməli, feilin xəbər şəklində idi, imiş hissəciyinin şəkilçisi iştirak etmir. Və feilin əmr şəklində ümumiyyətcə heç biri iştirak etmir. Feilin əmr şəkli necə idi? Əmr şəklində feilin kökü idi, plus şəxs xəbərli şəkilçisi idi və başqa bir şəkilçi yoxdur. Və burada da idi, imiş isə hissəciyi feilin əmr şəklinə qoşula bilmir. Deməli, əmr şəklinə aid olmur. Əmr şəkli kökü idi, plus şəxs xəbərli şəkilçisi idi. Və burada da idi, imiş isə deməli, bu şəkilə artırıla bilmir. Və arzu şəklinə baxaq. Arzu şəklinə. Arzu şəklində necə idi? Feilin kökü plus A-ə şəkilçisi, arzu sözündəki A-nı yadımızda saxlayırıq. A-ə şəkilçisi plus şəxs xəbərli şəkilçisi. Burada da biz isənin sasə şəklini, deməli, arzu şəklinə artıra bilmərik. Burada da demək, arzu şəkli isə iştirak edə bilməz. Deməli, xəbər şəklində idi, imiş işlənə bilməz, əmr şəklində heç biri işlənə bilməz, arzu şəklində, şərt şəklində isə işlənə bilməz. Şərt şəklində də necə idi? Feilin kökü plus sa, sə şəkilçisi. Burada da şərt sözündəki sə, şını s kimi düşünün. Sa, sə, belə yadınızda saxlayın. Sa, sə plus şəxs xəbərli şəkilçisi. Bu olur feilin şərt şəkili və biz feilin şərt şəklinə isənin şəkilçi formasını artıra bilmərik. Və nə öyrəndik? Öyrəndik ki, feilin əmr şəklində hissəciklərin heç biri iştirak etmir. Çünki qayda necə idi? Feilin kökü plus şəxs xəbərli şəkilçisi. Xəbər şəklində zaman şəkilçisi plus şəxs xəbərli idi. Burada da zaman şəkilçilərində idi, imiş, şuhudi keçmiş zaman və nəqli keçmiş zaman şəkilçilərindən homonimlik təşkil etdiyi üçün bu da iştirak edə bilməz. Arzu şəkli şərt şəklində də isənin sasə şəkilçisi iştirak edə bilməz. Və dedik ki, bir feildə iki zaman şəkilçisi iştirak edə bilməz. Deməli, zaman şəkilçilərindən sonra gələn hissəciklər olmalıdır ki, biz onu artıq öyrəndik. Dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənədək.